Qiymətləndirmə. Bu dərsimiz olur qiymətləndirmə ilə bağlı. İlk olaraq baxaq qiymətləndirmənin nə olduğuna, sonra da növlərinə baxacağıq. Deməli, qiymətləndirmə nədir? Düzgün qiymətləndirmə deyir, effektiv öyrənmə və öyrənmə fəaliyyətinin ən əsas elementlərindən biridir. Yəni, əgər sən düzgün qiymətləndirirsənsə, yaxşı öyrədə bilirsən və yaxşı öyrənmə prosesi baş verir uşaqlarda. Sonra, araşdırmalara görə deyir, qiymətləndirmə şagird nailiyyətinə müsbət təsir eləyir, əgər bunlara əməl eləyirsə. Əgər şagirdlərin fəaliyyətlərini düzgün istiqamət verirsə qiymətləndirmə, əgər öyrənmə üçün düzgün standartlar müəyyənləşdirirsə, əgər şagirdin inkişafını biz davamlı olaraq izləyiriksə, davamlı olaraq qiymətləndirmə aparırıqsa, əgər şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləyiriksə, bu zaman qiymətləndirmə şagirdin nailiyyətinə müsbət təsir eləyir. Hansı ki, düzgün istiqamət versə, aydın məqsədlər müəyyənləşdirsə, aydın standartlar müəyyənləşdirsə, davamlı olsa və şagirdin ehtiyacını tənzimləmək üçün qurulsa, aparılsa, onda qiymətləndirmə şagirdin nailiyyətinə müsbət təsir eləyəcək. Və qiymətləndirmənin özü nədir? Qiymətləndirmə şagirdlərin nailiyyətləri haqqında informasiya toplamağımızdır. Qiymətləndirmə şagirdin nailiyyəti haqqında informasiya toplamağımızdır. Qiymətləndirmə effektiv öyrənməyə, öyrətməyə kömək eləyir. Şagirdin nailiyyətinə müsbət təsir eləyir. Nailiyyət nədir? Sonda əldə elədiyi nəticəyə. Amma o vaxt müsbət təsir eləyir. O vaxt ki, düzgün istiqamət verirsə, o vaxt ki, aydın standartlar varsa, o vaxt ki, davamlı aparılırsa, o vaxt ki, şagirdin ehtiyaclarını qarşılamaq üçün təlimi tənzimləyirsə, yəni öyrənməni tənzimləyirsə, öyrənməyə düzgün yön verirsə, bu zaman qiymətləndirmə uşağa yaxşı təsir eləyir. Bu belə, qiymətləndirmə ilə bağlı ilkin tərif. Bəs qiymətləndirmə nəyə şərait yaradır? Qiymətləndirmə ona şərait yaradır ki, müəllim öz fəaliyyətinin effektivliyini təhlil eləsin. Yəni, öz işinin təhlil eləsin ki, mən hansı səviyyədə işimi yaxşı yerinə yetirirəm. Sonra, işini planlaşdırmağa kömək eləyir müəllimə. Şagirdlərin inkişafının və təlim nailiyyətlərinin izlənməsinə kömək eləyir. Yəni, müəllim öz işini effektiv qurmağını təhlil eləyir. Yəni, effektiv qurmaq üçün onu təhlil eləyir qiymətləndirmə zamanı. Qiymətləndirəndən sonra işini planlaşdırmağa kömək eləyir müəllimə və şagirdlərin inkişafını izləməyə kömək eləyir müəllimə. Qiymətləndirmə. Bundan əlavə, şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatıb-çatmadığını müəyyənləşdirməyə kömək eləyir. Yəni, biz uşağı qiymətləndirəndə görürük ki, uşaq nə qədər yaxşı öyrənib, nə qədər zəif öyrənib. Yəni, qoyduğumuz nəticəyə çata bilibmi, yoxsa çata bilməyibmi? Və şagirdin öz fəaliyyətini planlaşdırmağına kömək eləyir. Nətər ki, müəllim öz fəaliyyətini planlaşdırmağına kömək eləyir qiymətləndirmə, həm də ki, şagirdin fəaliyyətinin planlaşdırmağına qiymətləndirmə kömək eləyir. Yəni, uşağı düzgün qiymətləndirəndə o özünlə bağlı məsələlərə plan qura bilir. Yəni, öz işinlə bağlı planını müəyyənləşdirə bilir. Öz nəticəsini gələcəkdə yaxşılaşdırmaq üçün düzgün plan, strategiya müəyyənləşdirə bilir. Və öz təlim nəticəsinin hansı səviyyədə olduğunu görə bilir. Belə, hal-hazırdakı dövrdə qiymət yazmaq məsələsi belə deyil, yoxdur. Çünki biz daha çox dərsin gedişatında formativ qiymətləndirmədən istifadə edirik. Formativ qiymətləndirmə haqqında danışacağam burada ümumi, amma geniş formada növbət dərs danışacağam. Amma biz müəllim heyəti bunu eləməyə çalışsaq da, valideynlər və şagirdlər üçün yalnızca qiymət maraqlıdır. Onlar qiymətə fokuslanırlar, onlar prosesə fokuslanmırlar. Amma burada əsas məqsəd şagirdlərin proses zamanı öyrənməsində nə qədər çalışmaqlarıdır. Yəni, prosesdə nə qədər aktiv olmaqları, nə qədər öyrənməyə həvəsli olmaqları, işlə bağlı nə qədər əziyyət çəkmələri də əsas məsələ. Əsas məsələ sondakı nailiyyətləri deyil, yəni sondakı qiymət deyil, 3 almağı, 5 almağı, 4 almağı deyil. Əsas məsələ uşağın potensialına uyğun olaraq nə qədər çalışmağıdır. Onsuz da bütün uşaqlar 5 ala bilməzlər. Bütün uşaqların idrak səviyyələri eyni səviyyədə deyil, qavrama səviyyələri eyni səviyyədə deyil. Amma hər uşaq öz səviyyəsinə uyğun çalışsa və buna görə də düzgün qiymətləndirmə aparılsa, uşağın özünə aid olan maksimumunu ortaya çıxartmaq olar. Amma bizdə valideynlər bunu istəmir. Bizdə valideynlər sadəcə olaraq qiymətləndirməyə qiymət kimi yanaşırlar. Yəni düzgün yanaşmırlar. Belə. Nəysə, gələk indi qiymətləndirmə ilə bağlı ümumi məlumata. Ki, qiymətləndirmə neçə hissədən ibarətdir? Yəni, burada qiymətləndirmə ilə bağlı, baxın, ümumi, belə deyək də, təhsil haqqında ümumi məlumat var qiymətləndirmə ilə bağlı, dövlət standartlarından çıxarılmış sənəddən. Yəni, onların hamısını oxumayacağıq, sadəcə ümumi qiymətləndirmənin neçə hissədən ibarət olduğunu bildirəcəyik, onunla bağlı danışacağıq. Deməli, qiymətləndirmə bir neçə yerə bölünür. Birincisi, milli qiymətləndirmə, ikinci, beynəlxalq, yekun qiymətləndirmə və məktəb daxili qiymətləndirmə olaraq, belə deyək, əsas olaraq 4 yerə bölünür. Əsas olaraq 4 yerə bölünür bu qiymətləndirmə. İndi keçək buradan hər birini izah eləyək. Deməli, ilk olaraq baxaq milli qiymətləndirmənin nə olduğuna. Milli qiymətləndirmə nədir?
Milli qiymətləndirmə odur ki, müxtəlif siniflərdə, ayrı-ayrı fənlər üzrə həmin fənlərin keyfiyyət dəyişikliklərini dəyərləndirmək üçün 3-5 ildən bir istifadə olunur. Yəni biz müxtəlif fənlər üzrə, müxtəlif siniflərdə görürük ki, 3-5 ildən bir bu qiymətləndirməni aparmaqla görürük ki, təhsilimiz hansı səviyyədədir. Yəni bizim təhsilimiz nə qədər inkişaf eləyib və yaxud da nə qədər geri qalıb. Bunu görə bilirik. Bu oldu milli qiymətləndirmə. Müxtəlif siniflərdə, müxtəlif fənlər üzrə keyfiyyət dəyişikliklərini ölçmək üçün istifadə olunur. 3-5 ildən bir aparılır. Bu milli. İkincisi, gələk beynəlxalq qiymətləndirməyə. Beynəlxalq qiymətləndirmə nədir? Beynəlxalq qiymətləndirmə deyir, şagirdlərin təlim göstəriciləri əsasında, yəni sondakı nailiyyətləri, təlim göstəriciləri əsasında ümumi təhsilin, yəni 1-ci sinifdən 11-ci sinifə qədər olan təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək imkanını sənə verir ki, sənin mövcud təhsilin hansı səviyyədədir. Və bundan əlavə problemləri aşkara çıxartmağa kömək eləyir, onların həlli yollarını müəyyənləşdirməyə kömək eləyir və digər ölkələrlə müqayisə aparmağa kömək eləyir. Və bu da 3-5 ildən bir aparılır. Deməli, beynəlxalq qiymətləndirmədə nə oldu? Ümumi təhsilin mövcud vəziyyətini bilmək oldu, problemləri aşkar eləmək oldu, yeni həll yolları müəyyənləşdirmək oldu və digər ölkələrlə müqayisə aparmaq oldu. Beynəlxalq qiymətləndirmədə 3-5 ildən bir aparıldı. Bu da belə. Yəni bunların tərifini yadda saxlasanız daha yaxşı olar. Gəldik yekun qiymətləndirməyə. Yekun qiymətləndirmə nədir? Yekun qiymətləndirmə ümumi təhsil müəssisələrində, yəni 1-ci 11-ci siniflərin sonunda, 11 illik və 9 illiyin sonunda təhsillərin yekun atestasiyasını, yəni ümumi təhsil pilləsinin ümumi orta, yəni 9 illik və tam orta təhsil səviyyələrinin sonunda təhsillərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə aparılır. Yəni buraxılış imtahanları olur 11-ci sinif və 9-cu sinif buraxılış imtahanları olur. Yəni 9-11-lərin sonundakı aparılan qiymətləndirmə, həyata keçirilən imtahan adlanır hansı qiymətləndirmə? Adlanır yekun qiymətləndirmə. Belə. Sonra bu da belə. Gəldik məktəb daxili qiymətləndirmənin neçə yerə bölündüyünə. Baxırıq, məktəb daxili qiymətləndirmə özü-özlüyündə 3 yerə bölünür. Hansılardır? Diaqnostik, bizim əsas istifadə etdiyimiz formativ və summativ. Biz əsas bunları bilməliyik. Deməli, ilk olaraq baxaq diaqnostik qiymətləndirməyə nə olduğuna. Diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə deyir, dərs ilinin əvvəlində və yaxud da ki, hər hansı bir fənn üzrə tədris resurslarında nəzərdə tutmuş hər bölmənin əvvəlində. İlin əvvəlində bölmənin əvvəlində keçirilir. Nə üçündür? Şagirdlərin bilik bacarıqlarının hansı səviyyədə olduğunu, o cümlədən maraqlarının və motivasiyalarının hansı səviyyədə olduğunu qiymətləndirmək üçündür. Bax, diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində aparılır və yaxud da bölmənin əvvəlində aparılır. Bu qiymətləndirmə uşaqların marağını, motivasiyasını, potensialını, bilik bacarıqlarının hansı səviyyədə olduğunu ölçmə məqsədi ilə aparılan qiymətləndirmədir. İlkin qiymətləndirmə sayılır. Diaqnoz qoymaq məqsədi ilə aparılır. Yəni uşaqlara diaqnoz qoyursan ki, hansı səviyyədədirlər. Elə adından görsənir. Gələk ikinciyə. Formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə deyir, təhsil alanların, yəni şagirdlərin hər bir fənn üzrə təhsil proqramında, yəni kurikulumda müəyyənləşdirilmiş məzmun standartlarının, yəni alt standartların mənimsənilməsinə yönəlmiş fəaliyyətləri izləyir. Yəni uşaqda biz nə formalaşdırmağa çalışırıq? Bilik və bacarıqları. Bilik və bacarıqlar nələrdir? Alt standartlar, yəni məzmun standartları. Biz bu məzmun standartlarını şagirdlərə reallaşdırmağa çalışırıq, düzdür, bir müəllim olaraq. Şagirdlər də bunu mənimsəməlidirlər. Bunlar şagirdin borcudur. Və bu zaman həmin alt standartı şagirdlərin nə qədər mənimsədiyini izləyirik. Bax, bu olur formativ qiymətləndirmə. Və bu proses izlənmə prosesi zamanı uşağın qarşısına hər hansı bir çətinlik çıxır. Yəni, hər hansısa bir hissəni öyrənməkdə çətinlik çəkir. Bu çətinlik çəkdiyi hissələri biz harda görürük? Formativ qiymətləndirmədə görürük. Yəni, biz uşağı formativ qiymətləndirərək uşağın çətinlikləri çəkdiklərini, harda çətinlik çəkdiyini müəyyən eləyib, onları aradan qaldırmaq məqsədi ilə istifadə eləyirik. Nədən? Formativ qiymətləndirmədən. Formativ qiymətləndirmə nə oldu? Proses zamanı aparılan qiymətləndirmə oldu. Nəyə xidmət elədi? Məzmun standartlarını, alt standartlarını uşağın öyrənməsinə və bu alt standartları öyrənən zaman uşağın elədiyi səhvləri önə çıxardıb, yəni daha doğrusu üzə çıxardıb, onu düzəltməyə kömək elədi. Oldu formativ. Proses zamanı aparılan qiymətləndirmə, öyrənmə prosesi zamanı, dərs zamanı. Gəldik summativ qiymətləndirməyə. Summativ qiymətləndirmə deyir ki, hər bir fənn üzrə təhsil proqramında, yəni kurikulumda yenə də müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsillərin əldə etdiyi nailiyyətlərin müəyyən olması məqsədi ilə aparılır.
Baxın, birində deyir ki, proses zamanı aparılır. Məzmun standartlarının nə qədər yaxşı mənimsənilib, mənimsədilmədiyini izləmək üçündür. Dərsin gedişatında aparılır ki, qarşıya çıxan səhvləri görəsən və onu düzəltməyə çalışasan. Summativ qiymətləndirmə isə məzmun standartlarının nə qədər mənimsədiyini ölçmək üçün aparılır, amma sonda aparır. Orada şagird nailiyyətlərinin müəyyən olunmasından istifadə olunur. Yəni biz bölmənin sonunda kəsəgələr eləyirik. Yarımilin sonunda illik BSG-lər eləyirik. Birinci yarımil və ikinci yarımilin. Biz burada uşağın nailiyyətini müəyyənləşdirməyə çalışırıq. Yəni biz burada sondakı qiymətləndirmədən istifadə eləyirik. Baxın, dedik ki, summativə kiçiyə bölündü və böyüyə bölündü. Kiçik summativ qiymətləndirmə bölmələrin sonunda, yəni il ərzində minimum 3 dəfə, maksimum 6 dəfə ola bilər. Böyük summativ qiymətləndirməsi ildə 2 dəfə olur. Birinci yarımilin və ikinci yarımilin sonlarında. Nə üçün istifadə olunur? Uşaqların öyrədilənləri, yəni məzmun standartlarını nə qədər mənimsədiyini üzə çıxardan qiymətləndirmədir və sondakı qiymətləndirmə sayılır. Dedik, diaqnostik ilkin diaqnoz qoymaq üçündür. Formativ prosesin gedişində olan qiymətləndirmədir. Prosesdə olan uşağın çatışmazlıqlarını uşağa bildirmək və onları uşağın düzəltməyi üçün biz ona rəy veririk. Uşaq bunu düzəldir və belə deyək, prosesi sonda mənimsəmiş olur. Proses zamanı öyrəndiklərini sonda belə deyək ki, daha yaxşılaşdırmış olur rəy alaraq. Düzəltmiş olur belə desək. Summativ qiymətləndirmə isə şagirdin sonda əldə elədiyi nəticələri ölçür ki, uşaq nə qədər öyrənmiş bu bölməni, nə qədər yaxşı bilir bu bölməni və yaxud da yarım il ərzində hansı nəticədədir, nə qədər yaxşı oxuyubdur. Bax, bunu üzə çıxardan qiymətləndirmə də olur, summativ qiymətləndirmə. Belə, bu qiymətləndirmələrlə bağlı ümumi məlumatlar. Gələk indi qiymətləndirmənin prinsiplərinə. Qiymətləndirmədə bir neçə prinsip var əslində, amma biz əsas olaraq burada 2 prinsipdən danışacağıq. Deməli, qiymətləndirmə bir neçə prinsip əsasında aparılır. Şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq əsasında qiymətləndirmə aparılır. Amma biz əsas bilməli olduğumuz şey 2 dənədir. Uyğunluq və etibarlılıq prinsipi. Uyğunluq prinsipinin digər adı validlik, etibarlılıq prinsipinin digər adı ingiliscə reality-dir. Deməli, nədir bunlar? Uyğunluq prinsipi odur ki, siz keçdiyiniz dərsə uyğun tapşırıqları belə deyək, KSG-ləri tərtib edənlər müəllimdir. KSG-lərdə düzgün formada belə deyək, yerləşdirmiş olasınız. Məsələn, nətər? Deyək ki, siz keçirsiniz bölməni hər hansısa bir A bölməsini. Sizin KSG-də saldığınız suallar uyğun olmalıdır A bölməsinə uyğun. Yəni siz əgər KSG-ni A bölməsinə uyğun keçirsinizsə, gedib KSG zamanı B bölməsindən suallar sala bilməzsiniz. Yəni bu düzgün yanaşma deyil. Bu zaman siz qiymətləndirmədə uyğunluq prinsipini pozmuş olursunuz. Və yaxud da siz deyək ki, uşaqları qiymətləndirmək istəyirsiniz, deyək ki, əməkdaşlıq bacarıqlarına görə onu qiymətləndirmək istəyirsiniz, amma qiymətləndirmə zamanı siz uşaqları qiymətləndirir, qiymət verirsiniz, onların dərsi nə qədər yaxşı mənimsədiyinə görə, bu zaman siz uyğunluq prinsipini pozmuş olursunuz. Yəni qiymətləndirmək istədiyiniz şey uyğun olmalıdır. Keçdiyiniz dərs qiymətləndirmə zamanı həmin dərsləri siz uşaqlardan qiymətləndirmə ilə bağlı suallar tərtib eləməlisiniz. Əgər A bölməsini keçmisinizsə, B bölməsindən suallar tərtib eləməyiniz düzgün deyil. Yəni bu uyğunluğu pozur. Elə adından da görsənir ki, uyğunluq nədir? A bölməsindən dərs keçirəmsə, mən A bölməsinə uyğun suallar tərtib eləməliyəm. B bölməsinə uyğun suallar tərtib eləməməliyəm. Etibarlılıq nədir bəs? Etibarlılıqda 2 dənə meyar var əslində. Deməli, etibarlılıq nədir? Mən uşağa deyək ki, testlər verirəm. Bunlar deyək ki, qiymətləndirmə eləmək istəyirəm bunları. Tapşırıqlar verirəm, uşaqlar tapşırıqlar eləyir. Deyək ki, bu tapşırıqların nəticəsinə görə, məsələn, uşaq alır 75 bal, məsələn deyirəm. Bu uşaq 75 bal, yəni 75% nəticə göstərir. Mən bu tapşırıqları deyək ki, kağızı, testi saxlayıram, sınağı saxlayıram. Hardasa bir 15 gündən sonra bu sınağı yenidən uşağa verirəm. Uşaqlar tapşırıqları yerinə yetirən zaman mən baxıram ki, uşağın tapşırığında eyni uşaqdan söhbət gedir burada təbii ki. Uşağın tapşırığında nəticə oldu 50%. Baxın, 25% arada nəticəsi düşdü. Deməli, uşağın nəticəsi etibarlı deyil. Yəni, bu öyrəndiklərini tam olaraq yaxşı yadda saxlaya bilmir. Nəticə etibarlı sayılmır bu zaman. Nəticə bu qədər fərq olanda. Deyək ki, məsəl üçün 70%-ə düşə bilərdi. 70%-ə düşmə ehtimalı təbiidir. Çünki bir müddətdən sonra öyrəndiklərimiz tam olaraq yaddaşda qalmır. Amma nəticələr arasında çox fərq olanda deməli etibarlılıq prinsipi pozulur. Və yaxud da ki, məsələn deyirəm, mən deyək ki, uşaqlara tapşırıqlar vermişəm. Deyək ki, məsəl üçün müxtəlif tapşırıqlar vermişəm. Uşaqlar tapşırığı işləyiblər. 75% nəticə göstərib uşaqlar içərisindən birini deyək ki, nəticəsini seçirik də. Bu birinin nəticəsini seçirəm, bu 75% nəticə göstərib. Eyni tapşırıqların fərqli tipdə olanlarını verirəm. Deyək ki, A sual kitabçası olaraq A sual variantını yox, B kitabçasını verirəm. Yəni B variantında olan sual kitabçasını verirəm.
Uşaq B variantında olan sual kitabçasını işləyəndə gəlir uşağın nəticəsi çıxır 40%. Eyni suallardır, fərqli suallar deyil, təxmini eyni suallardır. Amma A variantında olan sual kitabçasını işləyəndə uşaq 75% nəticə göstərir. B variantında olan sual kitabçasını işləyəndə uşağın nəticəsi olur 40%. Bax, bu da etibarlılıq prinsipini pozmuş olur. Yəni, uşağın nəticəsi bu zaman etibarlı sayılmır. Bu da oldu 2 dənə. Uyğunluq və etibarlılıq. Uyğunluq o idi ki, testinə uyğun dərs salmalıydın, yəni sual salmalıydın. Etibarlılıq o idi ki, uşağın nəticəsi eyni olmalı idi. Məsəl üçün, əvvəlki nəticəsindən 1 ay sonraki nəticəsi eyni suallar üzərində işləyəndə eyni olmalı idi. Və yaxud da eyni suallar yox, eyni tipli suallar üzərində işləyəndə yenə də uşağın nəticəsi eyni nəticəyə gəlib çıxmalı. Məsələn, 75% nəticə toplamışdısa, sonraki səfərdə 70% təxmini nəticə toplamalı idi. Bu zaman nəticə etibarlı sayılırdı. Yoxsa bir ilk dəfə topladığında, deyək ki, A variantını işləyəndə 75%, B variantını işləyəndə 40% nəticə toplayırsa, deməli bu uşağın nəticəsi etibarlı sayılmır. Bu da uyğunluq və etibarlılıq prinsipləri. Yəni, burada müəyyən cədvəllər var, o cədvəllər üzərində verib. Baxın, 40-a yaxın yeni söz keçir müəllim və onları salırsa, deməli etibarlıdır. Yox, 40-a yaxın yeni söz keçir və burada keçmədiyi hissələrdən sual salırsa, deməli bu uyğunsuzdur. Yəni, uyğunluq prinsipinin pozulmağı deməkdir. Məsələn, baxın bura. Müəllim burada deyir ki, belə deyək də, həm uyğun deyil, həm etibarlı deyil bu versiyada göstərilib. Görürsünüz, müəllim dərs keçib, 4 dənə mövzudan deyək ki, dərs keçib. Baxın burada. 4 mövzudan sual salmayıb, yalnız 2 mövzudan sual. Deməli, bu uyğun deyil. Nə də etibarlı deyil. Niyə? Çünki göstərilən qara nöqtələr nəticələri göstərir və bu qara nöqtələr hamısı eyni yerə vurmalıdır. Eyni yerə vurmayıbdır. Baxın, burada uyğundur, 4 mövzunun 4-ündən də salınıb, amma nəticələr hərəsi bir tərəfdədir. Uyğun sayılmır. Burada uyğun deyil. Niyə? Çünki bir mövzudan sual salınıb, nəticələr etibarlıdır. Niyə? Çünki nəticələr hamısı eyni yeri göstərir. Burada isə həm uyğundur, həm etibarlıdır. Niyə? Həm müəllim 4 mövzudan sual salıb, həm də uşağın nəticəsi eynidir. Yəni, eyni nöqtəyə yaxınlaşır, eyni, belə deyək, balları toplayıb müəyyən müddətlərdə o testləri işlədikcə. Bu da belə, yəni əsas bilinəsi bir şey deyil, sadəcə olaraq veriblər deyə izah elədim ki, sizə qaranlıq qalmasın. Yəni, çox da fikir vermək lazım deyil ora. Belə, gələk diaqnostik qiymətləndirmə haqqında biraz da danışmağa. Diaqnostik qiymətləndirmə bayaqlar dedik, ilkin qiymətləndirmədir. Şagirdlərin, belə deyək, ilkin formada biliklərini ölçmək üçün istifadə olunur. Adından göründüyü kimi uşaqlarda risk tələb eləmir, diaqnoz qoymaq üçündür, ilkin mərhələni qiymətləndirmək üçündür, uşaqların zəruri bilik bacarıqlarının hansı səviyyədə olduğunu görmək üçündür. Yəni, uşaqların hal-hazırdakı səviyyələrinin necə olduğunu bilmək üçündür və dərsin planlaşdırılmasına kömək eləyir. Müəllimin işini daha yaxşı qurmasına kömək eləyir. Uşağın öz üzərində hansı planı qurub, işini necə qurmasına kömək eləyir. Hansı hallarda aparıla bilər? Dərs ilinin əvvəlində, ikinci yarım ilin əvvəlində, hər hansısa bölmənin əvvəlində, uşaq məktəbdən məktəbə keçəndə və yaxud da sinifdən sinifə keçəndə. Bu zaman istifadə olunur. Sonra differensial təlimə kömək eləyir. Yəni təlimin fərdləşməsinə kömək eləyir. Nə deməkdir? Biz diaqnostik qiymətləndirmədən istifadə eləyərək uşağın hansı səviyyədə olduğunu görürük və ona uyğun olaraq da təlimi fərdləşdiririk. Yəni uşağın ehtiyaclarını nəzərə alaraq dərsi uşağın ehtiyaclarına uyğun olaraq qururuq. Hansı ki, diaqnostik qiymətləndirmədə biz eləməklə uşağın səviyyəsini, biliyini, bacarığını, nələri səhv elədiyini görə bilirik. Ona görə də bu differensial təlimə kömək eləyir. Sonra bundan əlavə, diaqnostik qiymətləndirmə effektiv aparılmaqla, ondan sonra mövzu ilə bağlı nə bildiklərini, nəyə ehtiyac olduğunu müəllim dəqiqləşdirə bilər. Bunun üçün aşağıdakıları suallara cavab tapmaq lazımdır. Yəni şagird nəyi bilir, nəyi bilmir, hansı səviyyədədir, şagirdi necə inkişaf elətdirə bilərəm. Biz bu kimi suallara cavab tapmaqla diaqnostik qiymətləndirməni aparmış oluruq. Diaqnostik qiymətləndirmə də, formativ qiymətləndirmə də hər ikisi şagirdin, belə deyək, daha da yaxşı işini effektivləşdirməyə kömək eləyir. Hər ikisinin də məqsədi şagirdin işini daha da yaxşılaşdırmaqdır. Amma diaqnostik qiymətləndirmə əvvəldə aparılandı, formativ qiymətləndirmə isə dərsin gedişatı zamanı aparılan qiymətləndirmədir. Müəyyən fərqlər, çox cüzi fərqlər var bunların arasında. Fərqlər odur ki, proses zamanı dərs boyu aparılan qiymətləndirmə olur formativ və şagirdin mövzunu nə qədər mənimsədiyini göstərir və səhvlərin harda olduğunu görə bilirsən sən formativ qiymətləndirmə zamanı. Diaqnostik qiymətləndirmə isə ilkin qiymətləndirmədir. Şagirdin əvvəldəki mövcud vəziyyətini bilmək üçün istifadə olunan qiymətləndirmə növüdür. Bəs yaxşı, mən diaqnostik qiymətləndirməni nələrdən istifadə eləyərək apara bilərəm?
bunu görəsi olsaq, baxın mən BİBÖ-dən istifadə edə bilərəm. Əlavə olaraq suallar bölmə ilə bağlı tapşırıqlar təqdim edə bilərəm. Sinifdə sorğular apara bilərəm. Sinif müzakirələri təşkil edə bilərəm. Bu formada mən diaqnostik qiymətləndirmə apara bilərəm. Sonra diaqnostik qiymətləndirmə şagirdlərdə hər hansı bir qorxu, belə deyək də, və yaxud da onlara qiymət verilməsi demək deyil. Nə onlar üstündə qorxu formalaşdırmır, nə də onlar qiymət verilmir onlara, rəqəm yazılmır. Sadəcə olaraq diaqnostik qiymətləndirmədə biz onların səviyyəsini müəyyənləşdiririk. Biz dərsin əvvəlində, bölmənin əvvəlində daha doğrusu diaqnostik qiymətləndirmə aparıb, bölmə sonunda həmən diaqnostik qiymətləndirmə tapşırıqlarını yenidən şagirdlərə təqdim edə bilərik. Amma bu yenə də diaqnostik qiymətləndirmə sayılmır. Sadəcə olaraq uşağın əvvəl bildiyi ilə hal-hazırda bildiyini müqayisəsini eləməsi və nə qədər öyrənməsini belə deyək, uşağı göstərir və uşaq da bundan həvəslənə bilər. Bunu eləməklə biz uşağı daha da yaxşı həvəsləndirə bilərik öyrənməklə bağlı. Diaqnostik qiymətləndirmə şifahi aparılmaqla yanaşı esse formasında, ifadə formasında, çalışma formasında, açıq və qapalı tipli test formasında, situasiya tipli tapşırıqlar formasında və yaradıcılıq və əl işləri formasında da aparıla bilər. Bu diaqnostik qiymətləndirmənin aparılma versiyalarından da bir neçəsi. Belə, bu da oldu diaqnostik qiymətləndirmə haqqında danışacaqlarımız. İlkin qiymətləndirmədir, yarımilin ilin əvvəlində aparılır, sinifdən sinifə, məktəbdən məktəbə keçəndə aparılır. Belə, risk tələb eləmir, qiymət yoxdur, uşaqlarda qorxu yaratmır, müəllimə işini planlaşdırmağa kömək eləyir, uşaqların hansı səviyyədə olduğunu görməyə kömək eləyir. Belə, bu oldu diaqnostik qiymətləndirmə. Formativ qalır, formativ haqqında növbəti dərs danışacağıq. Bu dərs danışaq summativ və beynəlxalq qiymətləndirmə haqqında. Deməli, gələk indi gözləyin, summativ qiymətləndirmənin nə olduğunu. Deməli, summativ qiymətləndirmə başda da demişdik. Summativ qiymətləndirmə nə idi? Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında, kurikulumda olan belə deyək, təlim standart, məzmun standartlarının, yəni alt standartlarının mənimsənilməsi ilə bağlı uşağın nailiyyətini ölçən qiymətləndirməkdir. Yəni sonda uşaq hansı vəziyyətdədir, onu ölçmək üçün nədən istifadə edirdik? Summativ qiymətləndirmə. Dedik neçə yerə bölündü? 2 yerə. Kiçik və böyük summativ qiymətləndirməyə. İndi baxaq bura. Deyir, summativ qiymətləndirmə standart və ya standartlar qrupuna əsasən müəyyən olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Yəni sonda nəyi əldə ediblər, nə qədər qoyulana məqsədə çatıblar, çatmayıblar, onu müəyyənləşdirmək üçün aparılır. Sonra, burada deyir ki, şagird mövzunu hər hansı bir bölmədə əhatə olunan təlim materiallarını mənimsəyibmi? Yəni bu suallara cavab tapır. Öyrəndiklərini tətbiq edə bilirmi? Sonra daha irəli getmək üçün lazım potensialı varmı? Bax, summativ qiymətləndirmə bu kimi suallara nə edir? Cavab tapır. Və summativ qiymətləndirmə KSQ və BSQ-lərə bölünür. Yəni kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirməyə bölünür və burada 100 ballıq şkaladan istifadə eləyərək biz şagirdləri qiymətləndiririk. 100 ballıq şkalada bu formada verilir. 0-30 bal arası qiymət 2-dir. 30-60 bal arası, yəni 31-dən 60-a qədər olan qiymət 3-dür. 61-dən 80-ə qədər olan qiymət 4-dür. 81-dən 100-ə qədər olan qiymət isə 5 olaraq verilir və bu jurnalda da qeyd olunur. Sinif jurnalında da bu qiymətlər qeyd olunur. Belə, sonra keçək digər hissəyə. Burada gəlməyəndə hansı, belə deyək, necə olur, harda qayıb yazılır, nə olur, onunla bağlı məlumat var. Onlar imtahana düşmədiyi üçün onunla bağlı məlumatı özünüz oxuyarsınız. Mən burada onunla bağlı uzun-uzadı danışmaq istəmirəm. Gələk digər bir hissəyə. Summativ harda keçirilir? Böyük summativ, kiçik summativ və yaxud da harda keçirilmir? Bu cədvəldə rahat formada hamısı verilib. Deməli, birinci siniflərdə nə KSQ-lər var, yəni kiçik summativ qiymətləndirmələr var, nə də BSQ-lər var. Bu məqsəd nədir? Məqsəd uşaqların qorxmamalıdır. Yəni ilk birinci sinifdən onların belə deyək, qiymət verilməyi onları çərçivəyə salır və onları qorxudur. Yəni bu riski, qorxu riskini uşaqlarda yaratmamaq üçün nə KSQ-lər olur birinci sinifdə, nə BSQ-lər olur. İkinci sinifdən başlayaraq bütün fənlər üzrə KSQ-lər keçirilir. İkinci sinifdən düz 11-ci sinifə qədər, baxın, ikinci sinifdən düz 11-ci sinifə qədər KSQ-lər bütün fənlər üzrədir. Yəni bütün fənlərdə KSQ keçirilir. Minimum 3 dənə, il ərzində maksimum 6 dənə olmaq şərtindən KSQ olur. Deməli, BSQ-lər hansı sinifdən başlayır bəs? BSQ-lər əsas olaraq keçirilir 4-cü, bax bütün siniflər üzrə, 9-cu və 11-ci siniflərdə. Yəni bu siniflərdə BSQ-lər, yəni böyük summativ qiymətləndirmələr bütün fənlər üzrə keçirilir. 4-cü siniflərdə, 9-cu siniflərdə və 11-ci siniflərdə. Digər siniflərdə isə, yəni 1-ci, 2-ci, 3-cü sinifdə BSQ yoxdur ümumiyyətlə. Baxın, 1-ci, 2-ci, 3-cü sinifdə BSQ ümumiyyətlə yoxdur. Heç hansında yoxdur.
5-ci, 6-cı, 7-ci, 8-ci və 10-cu siniflərdə isə BSG-lər buraxılış fənlərindəndir. Yəni əsas olan 3 dənə fəndən. Ana dili, yəni Azərbaycan dili, ondan sonra riyaziyyat və xarici dil. Hər hansı xarici dil belə deyək də, hansı məktəbdə, hansı sinifdə hansı xarici dil keçirilirsə, əsas fənn olaraq. Ondan BSG-lər keçirilir. Bundan əlavə olaraq Pedaqoji Şuranın qərarından lisey və gimnaziyalarda əlavə olaraq 3 dənə fənni də BSG-yə sala bilərlər. Yəni lisey və gimnaziyalarda Pedaqoji Şura qərar verir. Bu zaman 5-ci sinifdən 8-ci sinifə qədər olan siniflərdə əlavə olaraq 3 dənə fənni də BSG təşkil olunur. Sonra bundan əlavə ümumi təhsil məktəblərində hansı ki 10-cu siniflərdən sonra məktəblər ki təmayül məktəblər keçilir, təmayül məktəblər sayılır. Yəni fizika, riyaziyyat təmayüllü, ondan əlavə humanitar fənlər üzrə təmayüllü siniflər olur. Həmin siniflərdə də təmayül fənləri üzrə Pedaqoji Şuranın qərarından 3 dənə də fəndən istifadə edə bilərlər. Bu yalnız 10-cu sinifdə olur. Yəni çünki 10-cu siniflərdə olur da, 10-cu 11-ci siniflərdə olur təmayül siniflər. Ona görə də ümumi təhsil məktəblərində 3 dənə fənni Pedaqoji Şuranın qərarından da seçib BSG keçirilə bilərlər. Belə. Bu da BSG-nin, KSG-nin hansı siniflərdə necə keçirilməyi ilə bağlı. Deməli, KSG-nə oldu 2-ci sinifdən başlayaraq 11-ci sinifə qədər bütün siniflər, bütün fənlər üzrə KSG-lər. 1-ci sinifdə nə KSG var idi, nə BSG var idi. 2-ci, 3-cü siniflərdə və 1-ci sinifin özündə BSG ümumiyyətlə yox idi. 4, 5, 9 və 11-ci siniflərdə bütün fənlər üzrə BSG-lər keçirilirdi. 5-ci sinifdən 8-ci sinifə və 10-cu siniflərdə buraxılış fənləri üzrə keçirilirdi BSG-lər və əlavə olaraq lisey, gimnaziyalarda 3 fən seçilə bilərdi. Hansı ki siniflərdə göstərildi, hansı siniflərdə BSG-lər keçirilə bilər və təmayül siniflərində və bundan əlavə yenə də lisey və gimnaziyalarda 10-cu sinif üzrə 3 dənə fən seçilib, orada da BSG keçirilə bilər. Bu da qısa versiyada BSG-nin keçirilmə qaydası. Bu da belə. Summativ qiymətləndirmə ilə bağlı. Gələk beynəlxalq qiymətləndirməyə. Beynəlxalq qiymətləndirmə bayaq yuxarıda bildirdik beynəlxalq qiymətləndirmə haqqında danışdıq nə olduğunu bir də göstərək. Baxın, beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə məlumat vermək üçündür, problemləri aşkara çıxartmaq üçündür, həll yollarını müəyyənləşdirmək üçün və digər ölkələrlə müqayisə aparmaq üçün istifadə olunan qiymətləndirmədir və əsas olaraq 3 dənə deyək ki, növündən istifadə olunur. Birincisi TIMSS-dir. Sonra PIRIS və PISA-dır. Hər üçünün haqqında qısa məlumat verəcəm. Lazım olan şeyləri öyrənəsiniz. Çünki bunlar imtahana demək olar ki, düşmürlər bununla bağlı məlumatlar. Deməli, TIMSS-də biz nəyi ölçürük? TIMSS nə ilə bağlı qiymətləndirmədir? TIMSS riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramıdır. TIMSS riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramıdır. Bu qədər sadə. Riyaziyyat və təbiət elmləri üzrə hansı oldu? Oldu TIMSS. Sonra gəldik. PIRIS nədir bəs? PIRIS beynəlxalq qiymətləndirmə növü. Burada mətni oxu və mətni anlama keyfiyyətlərini ölçmək üçün istifadə olunur. Bax, mətni oxu və anlama keyfiyyətlərini ölçmək üçün istifadə olunan qiymətləndirmədir. Biz sadəcə burada oxuyub anlama bacarıqlarını ölçürük. Oxuyub anlama bacarıqlarının keyfiyyət səviyyəsini müəyyənləşdirməyə çalışırıq. Oxu və mətni anlama, oxuma və anlama bacarıqlarını ölçmək ilə bağlı olan qiymətləndirmə hansı qiymətləndirmə oldu? Oldu PIRIS. Sonra bir də son olaraq qaldı PISA. Ona da baxaq. Yəni bunların hər birinin bölünməsi var, amma çox xırdaçılığına qədər düşmədiyi üçün bunları uzatmırıq. Qısa formada deyirik. PISA qiymətləndirməsi nədir bəs? PISA qiymətləndirməsi funksional savadlılığı ölçür və biliklərin praktikada tətbiqini ölçür. Yəni uşaqların nə qədər savadlı olduğunu, öyrəndiklərini nə qədər mənimsədiklərini və praktikada tətbiqini, onların əməkdaşlıq bacarıqlarını belə desək, praktikada tətbiq bacarıqları, əməkdaşlıq yox, praktikada öyrəndiklərini nə qədər yaxşı həyata keçirib keçmədiyini ölçür və funksional savadlılıqlarını ölçür. Bu qədər sadə. Funksional savadlılıq, praktiki bacarıqlarını ölçən olur PISA. Oxuyub anlama bacarıqlarını ölçən olur nə? PIRIS. Riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçən beynəlxalq qiymətləndirmə növüdür. Hansı olur? Olur TIMSS. Və bir də burada sistem var. Sistem haqqında deyək. Sistem təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat üzrə olan bilikləri müasir təhsil proqramlarının xüsusi önəm verildiyi, gələcəkdə riyaziyyat və təbiət elmləri üzrə baza biliklərinin çox tələb edildiyi sahələrdə tələbatı nəzərə alaraq qiymətləndirməni daha da əhəmiyyətli eləyən bir belə deyək, yanaşmadır. STEM-dən istifadə edirlər məktəblərdə. Yəni STEM layihələri var. Bu layihələr mühəndisliyə daha çox önəm vermək üçündür. Yəni biz riyaziyyatdan, təbiət elmlərindən istifadə edərək onları mühəndisliklə əlaqələndirib yeni layihələr ortalığa çıxartmaq üçün STEM-dən də istifadə olunur. STEM də
belə deyək də, Teams-in içərisindən çıxarılan bir şeydir. Sadəcə olaraq bizə əsas lazım olan hansı qiymətləndirmə növlərinin olduğu, hansı beynəlxalq qiymətləndirmə növlərinin olduğu və nə işə yaradığı idi. Yəni bu qədər sadə, yəni bunları çox uzatmağa da ehtiyac yoxdur. Belə. Bu gün öyrəndik biz qiymətləndirmənin növləri haqqında, qiymətləndirmənin nə olduğunu, nə işə yaradığını, hansı qiymətləndirmə növlərinin olduğu, qiymətləndirmə növlərində olan belə uyğunluq və valiklik prinsiplərini və hər bir qiymətləndirmə növü haqqında da qısa-qısa ayrıca danışdıq. Bir dənə qaldı formativ qiymətləndirmə. Formativ qiymətləndirmənin növbəti dərs ayrıcana bir dərs kimi də keçəcəyik. Çünki formativ qiymətləndirmə əsas qiymətləndirmə növüdür. Belə bizim dərsdə istifadə etdiyimiz. Onu çox yaxşı, mükəmməl formada bilməliyik. Çünki qiymətləndirmədən ən azı imtahanda bir dənə sual düşür. Belə.